İkinci Yaşıl Düşüncə Maarifləndirmə proqramı iştirakçıları Təmiz Şəhər Azərbaycan Səhmdar Cəmiyyətinin təsərrüfat sahələrinə ekskursiya edib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilən İkinci Yaşıl Düşüncə Maarifləndirmə proqramı çərçivəsində gənclər üçün Təmiz Şəhər Azərbaycan Səhmdar Cəmiyyətinin təsərrüfat sahələrinin məlumat turu təşkil olunub. Tur zamanı Təmiz Şəhər Azərbaycan Səhmdar Cəmiyyətinin şöbə müdiri Orxan Cabbarov tərəfindən iştirakçılara Bakı şəhərində tullantıların qəbulu, yerləşdirilməsi və zərərsizləşdirilməsi istiqamətində görülən işlər barədə məlumat verilib. Gənclər Balaxanı Bərk Məişət Tullantılarının çeşidlənməsi zavodunu, Balaxanı Sənaye Parkını və tullantıların yandırılması zavodunu ziyarət edərək tullantıların idarə olunması və təkrar emal prosesi barədə ətraflı məlumat əldə ediblər. Bərk Məişət tullantılarının düzgün idarə edilməsinin ətraf mühitin qorunması baxımından əhəmiyyətinə diqqət çəkilən məlumat turu çərçivəsində iştirakçılar tullantıların çeşidlənməsi və təkrar emal prosesini müşahidə ediblər. Dilbər Vüqar qızı, Bölgə TV.